Mürşidli Ayxan və Hümmətli Çiçək. Onlar Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alırlar. Qrup yoldaşı olan iki gənc prezident təqaüdünə layiq görülüblər. Prezident təqaüdünə düşdüyümü əvvəlcədən bilirdim. Bir sıra araşdırmalar eləyib, yüksək bal yığanları axtarmışdım. Xəbərim var idi. Bugün öyrənəndə lap da sevindim. Bir çox insan prezident təqaüdçüsü olmaq istəyir, ancaq 102 nəfər buna layiq ola bilir. Bu çox sevindirici və qürurlandırıcı bir haldır. Mən 28 min nəfərin içindən birinci olmuşdum, Respublika birincisi olaraqdan və burada da artıq 102 nəfərin içərisində adımı görmək, əlbəttə ki, cənab prezidentimizin bizə bu qədər böyük dəyər göstərməyi təbii ki də məni çox qürurlandırdı və həmin adımı görən zaman özümü ən xoşbəxt insanlardan biri hiss etdim. Tələbə olmaq asandır, amma fərqlənmək tamam başqa hissli deyirlər. Bu yerə gəlib çatmaları isə asan başa gəlməyib. Yuxusuz gecələr olurdu, bir çox əziyyətlər çəkirdik, amma mən bunu bacarmalıydım. Ailəmi fəxrləndirmək, qürurlandırmaq üçün başqa bir şansım yox idi. Həmişə də uğurlu biri olmaq mənim arzum olub, yüksək bal yığmaq. Həmişə baxırdım, mən də istəyirdim ki, mən də belə insanlar kimi olacağam, ailəmi qürurlandıracağam. Və bacardım da, 680 sonunda 5 bal yığdım. Bəli, artıq bugün istədiyim yerdəyəm, məhz İngiliscə təhsil alıram. Gələcəkdə isə əvvəldən dediyim kimi prokuror olmaq istəyirəm və bu məqsəd üçün çalışıram. Əlbəttə ki, daha da böyük planlarım var. Xarici təhsil almaq olsun, doktorantura təhsilimi, magistratura təhsilimi orada bitirmək. Və həmişə dediyim kimi Azərbaycanımıza qayıdıb, məhz Azərbaycan üçün dəyərli və o cümlədən belə ədalətli bir prokuror kimi çalışmaq istəyirəm. Şahin Məmmədovun adı da 102 tələbənin arasındadır. Azərbaycan Tibb Universitetində təhsil alan Şahin illərdir bu günün arzusunda idi. Ümumi 695 bal toplayaraq qəbul olmuşam. Həmçinin mən buraxılış imtahanında 300 bal toplayaraq Respublika birincisi adını qazanmışam. Bugün aldığım bu qürurverici xəbər çox sevindirdi məni. Təbii ki, yüksək baldan sonra mən prezident təqaüdünə düşəcəyimi güman eləyirdim. Belə deyim, biraz hazırlıqlıydıq ki, mən də həmin şahid olacam. Ailəmə bu xəbəri verdim, onlar da sevindilər, sevincimə şərik oldular. Müsahiblərimin arzuları, ixtisasları və hədəfləri fərqli olsa da bir fikirdə ortaqdılar. Deyirlər ki, əgər məqsəd varsa, ora addımlamaq lazımdır. Arzuları gerçəyə çevirməyin yolu məhz əzmlə başlayır. Ləman Abbaslı, Qadir Əliyev, İTV Xəbər.